Olsun. Dinizə görə, bizə vaxt ayırdığınıza görə sizə əvvəlcədən dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Heydər Əliyev Akademiyasında növbəti dərsimiz Şimşək TV-nin efiri vasitəsilə sizə çatdırmaq istəyirik ki, bugünkü mövzumuz müdrik uzaqgörən siyasi xadim Heydər Əliyev fəaliyyətinin, həyatının Moskva dövrü və siyasi təzyiqlər və mənəvi repressiya illəri barəsindədir. Müasir tariximizə, 20-ci və 21-ci əsr tariximizə, müasir müstəqil Azərbaycan Respublikasının qurucusu və banisi, baş memarı olaraq daxil olmuş, dünya miqyaslı siyasi xadim, dünyanı idarə etmə qabiliyyətinə malik olan, tariximizə qurtuluş dahisi olaraq daxil olmuş, Azərbaycanın, müasir Azərbaycanın, müstəqil Azərbaycanımızın iqtisadi, sosial bazasını hələ 60-cı, 70-ci, 80-ci illərdən qrup yaratmış, Azərbaycan adlı böyük bir şaheser yaratmış Heydər Əliyevin fəaliyyətinin Moskva dövrü, müasir dövrümüz üçün çox böyük əhəmiyyət kəsb edən dövrlərdən biridir. Qeyd eləmək lazımdır ki, 70-ci, 80-ci illərdə Sovet dövlətinin, Sovet İttifaqının, Komünist Partiyasının mövcudluğu şəraitində müasir Azərbaycanın qurucusu Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə onun təşkilatçılıq qabiliyyətinə, dünya görüşünə, fəlsəfi baxışlarına, idarə etmə qabiliyyətinə, dünya siyasətini, dünya iqtisadiyyatını, dünyada mövcud olan siyasi sistemlər arasında olan hərbi blokların, yəni imperializm, kapitalizm dövlətlərinin maraqlarına xidmət edən NATO bloku ilə dünya sosializm sistemi arasında onların mövqeyini müdafiə edən Varşava müqaviləsi adlandırılan hərbi bloklar arasındakı münasibətləri və SSR xalqları arasında milli münasibətləri dərindən bilən Heydər Əliyevin nüfuzu çox yüksək səviyyədə artmışdır və belə bir şəraitdə qeyd eləmək lazımdır ki, hələ 69-cu illərdən başlayaraq Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdən başlayaraq Azərbaycan geride qalmış aqrar respublikadan inkişaf etmiş sənaye kənd təsərrüfatı respublikasına çevrilmişdi və ittifaq dövlətləri, ittifaq respublikaları arasında ən yüksək zirvəyə ucalmışdır. Və onun Sovet rəhbərliyi qarşısında xidmətləri yüksək səviyyədə dəyərləndirilərək, qiymətləndirilərək
en yüksek zirvelere doğru gitmesi için geniş meydan açılmıştır. Yani hala Heydər Əliyev 70-ci illərdə Azərbaycana rəhbərlik etdiklərdə, yəni Sovet dövlətinin mövcudluğu şəraitində Komünist Partiyasının hakimiyyətdə olduğu illərdə Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdən etibarən Sovet dövlətinin rəhbərliyində təmsil olmuşdu. Yəni 1976-cı ildən etibarən Sovet dövlətinin iqtisadi, siyasi məsələlərini, daxili məsələlərini, xarici məsələlərini, dünyada baş verən hadisələri geniş və əhatəli təhlil edildiyi və SSR-nin qarşısında duran məsələləri geniş həll edildiyi siyasi büroda təmsil olunmağa başlamışdı. Yəni 1976-cı ildə Sovet İttifaqı Komünist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu üzrə namizəd olaraq siyasi büronun fəaliyyətində, işində fəal iştirak edirdi. Və onun oradakı çıxışlarına, müdürlüklüyünə, uzaq görənliyinə, sonra dünyada baş verən hadisələrə düzgün qiymət verməsinə Sovet rəhbərliyi çox böyük diqqət yetirirdi. Belə bir şəraitdə SSR rəhbərliyində baş vermiş hakimiyyət dəşkəlindən sonra Yuri Andropovun SSR rəhbərliyinə təyin edilməsindən sonra Heydər Əliyevin biliyindən, bacarığından, dünya görüşündən, fəlsəfi baxışlarından, diplomatik qabiliyyətindən, siyasi baxışlarından, idarə etmə qabiliyyətindən yüksək səviyyədə istifadə etmək üçün və eyni zamanda Yuri Vladimiroviç Andropov özünün siyasi varisi olarak Heydər Əliyevə yüksək dəyər verməsinin məntiqi nəticəsi olarak onu SSR rəhbərliyinə rəli çəkmişdir. Yəni 1982-ci ilin dekabr ayının 3-dən etibarən müdürlük rəhbərimiz Heydər Əliyev SSR Nazirlər Soveti sədrinin birinci mavini, siyasi büronun üzvü, Şərq ölkələri üzrə dövlət müşaviri, Nazirlər Sovetində Sosial Siyasət Komissiyası sədri vəzifələrinə təyin edilmişdir. Qısa müddət ərzində Heydər Əliyev həmin vəzifədə bir sıra dövlət əhəmiyyətli məsələlərin həllində fəallıq nümayiş etdirmişdir. Sovet dövlətinin xarici və daxili siyasətinin həyata keçirilməsi istiqamətində dövlətin qarşısında duran vəzifələrini yüksək səviyyədə icra etməyə başlamışdır. Və eyni zamanda müdrik uzaq görən siyasi xadim Heydər Əliyev 270 milyondan çox əhalisi olan Sovet İttifaqında əsas rəhbər orqan olan siyasi büronun 11 nəfər üzvündən biri olaraq Sovet İttifaqı miqyasında, eyni zamanda dünya miqyasında, dünya sosializm sistemində və kapitalizm sistemində Avro-Asiya məkanında çox böyük nüfuz sahibi olaraq tanınırdı və qəbul olunurdu. Və Sovet rəhbərliyi Yuri Andropov başda olmaqla Heydər Əliyevin fəaliyyətinə həmin dövrdə yüksək qiymət verirdi. Və Heydər Əliyevin bu qiymətdən, mövqeyindən, vəzifəsindən istifadə edərək müasir Azərbaycan Respublikasının sosial-iqtisadi bazasının genişləndirilməsi, inkişaf etdirilməsi üçün üzərinə düşən vəzifələrin ötəsindən layiqincə gəlirdi və Nazirlər Sovetində Azərbaycana aid qısa müddət ərzində çoxsaylı qərarların qəbul edilməsinə, fabrik zavodların, istehsal emal müəssisələrinin, turizm mərkəzlərinin, eyni zamanda böyük kənd təsərrüfatı komplekslərinin yaradılması istiqamətində bir sıra tədbirləri həyata keçirilmişdir və dövlət büdcəsindən vəsaitlərin ayrılmasına nail olmuşdur. Və eyni zamanda Azərbaycanlı olaraq Türk xalqlarının maraqlarına xidmət edən rəhbər vəzifəli şəxs olaraq Sovet İttifaqında yaşayan Türk dilli xalqların maraqlarının müdafiə olunması istiqamətində də Heydər Əliyev
çox böyük işləri həyata keçirirdi. Yəni, hələ Heydər Əliyevin siyasi büroda fəaliyyəti dövründə Sovet dövlətinin xarici siyasət istiqamətləri, daxili siyasət istiqamətində tədbirlərin, planların hazırlanması, həyata keçirilməsi onun rəhbərliyi ilə həyata keçirilir. Məsələn, Baykal-Amur magistralının tikintisi, böyük tinti kompleksləri. Yəni, Heydər Əliyev siyasi büronun üzvü olaraq, Nazirlər Sovet sədrinin birinci müavini olaraq SSR-də ən böyük nazirliklərə, 14-dən artıq nazirliyə rəhbərlik edir. Elm, təhsil, nəqliyyat və digər sahələrə rəhbərlik həyata keçirirdi. Və belə bir şəraitdə eyni zamanda Sovet dövlətinin xarici siyasətini, demək olar ki, yaxın şərq, orta şərq ölkələrində Heydər Əliyev həyata keçirirdi. Yəni, 1984-cü illərdə Suriyada baş vermiş hadisələrin qarşısının alınması, Suriyada dövlət çevrilişinin qarşısının alınması üçün siyasi büro Heydər Əliyevin yenə də qeyd etdiyimiz kimi biliyindən, bacarığından, diplomatik qabiliyyətindən, siyasi dünya görüşündən, təfəkküründən istifadə edərək, bəhrələnərək onun təcrübəsinə, dünyada mövqeyinin yüksək səviyyədə olmasına yüksək qiymət verərək Suriyada dövlət çevrilişinin qarşısının alınması üçün onu Suriya Respublikasına ezam edirlər. Yəni, Heydər Əliyevin siyasi büroda nüfuzunun yüksək səviyyədə olması, eyni zamanda qeyd etdiyimiz kimi dünya miqyasında nüfuzunun yüksək səviyyədə olması onu bu faktı bir daha təsdiq edir ki, siyasi büro üzvlərinə yalnız və yalnız Heydər Əliyev məsləhət bilinir ki, Suriyada dövlət çevrilişinin qarşısını yalnız və yalnız Heydər Əliyev ala bilər. Və Sovet dövlətinin maraqlarının qorunması üçün həmin ölkədə əmin-amanlıq yarada bilər. Bu məqsədlə də 1984-cü ilin aprel ayında Heydər Əliyev Şama uçur və orada Suriya prezidenti Hafiz Əsədlə görüş keçirir və SSR Dövlət Təhlükəsizlik Komitəsi məlumat vermişdir ki, Suriyanın gizli xəbər agentliyinin rəhbəri, Suriya prezidentinin qardaşı Rifatla Hafiz Əsəd arasında toqquşma var. Dövlət çevrilişinə cəhd var. Yəni, Hafiz Əsəd həmin zaman xəstə olduğuna görə onu devirib qardaşı hakimiyyətə gəlmək istəyirdi və bu da Sovet dövlətinin siyasi büronun maraqları ilə ziddiyyət təşkil edirdi. Ona görə də Heydər Əliyev qısa müddət ərzində Hafiz Əsədlə və digər dövlət qurumları ilə danışıqlar apararaq, söhbətlər apararaq Suriya kimi dövlətdə dövlət çevrilişinin qarşısını almağa nail olmuşdur. Bundan sonra da Heydər Əliyevin dünya miqyasında mövqeyi, nüfuzu daha da yüksəlməyə başlamışdır. Yəni, xüsusi olaraq qeyd eləmək lazımdır ki, müdrik, uzaq görən siyasi xadim Heydər Əliyevin fəaliyyətinin Moskva dövrünün onun tarixi əvəz olunmaz şəxsiyyət olaraq, dünya miqyaslı siyasi xadim olaraq, dünyəvi siyasi xadim olaraq formalaşmasında, inkişaf etməsində, tanınmasında əsas rol oynamışdır. Yəni, 6-7 milyonluq əhalisi olan Azərbaycan rəhbərinin birdən-birə 270 milyonluq əhalisi olan SSR rəhbərliyində təmsil olunması, SSR rəhbərliyinə gətirilməsi bunun tam təsdiqidir ki, həqiqətən Heydər Əliyev həmin dövrdə nəinki Sovet dövlətini, bütün dünyanı idarə etmə qabiliyyətinə malik olan tarixi əvəz olunmaz şəxsiyyət olmuşdur. Ona görə də Sovet dövləti, Sovet rəhbərliyi Heydər Əliyevi ən çətin sahələrə, həmin çətinliklərin qarşısını almaq istiqamətinə yönəldirdi ki, Heydər Əliyev dünya miqyasında
daha da yüksek seviyede tanısın, mövqeyi möhkəmləndirsin ve netice itibariyle Andropov'dan sonra SSRİ Nazirlər Sovetinin sədri, SSRİ Ali Sovetinin sədri, Mərkəzi Komitənin baş katibi vəzifələrinə seçilsin, təyin edilsin. Əsas məqsəd, məram ondan ibarət idi. Və belə bir şəraitdə, belə bir dövrdə Heydər Əliyev SSRİ rəhbərliyində olarkən dünyanın 30'dan çox ölkəsinə, Sovet nümayəndə heyətinə rəhbərlik edərək səfər etmişdir. Siyasi büronun tapşırığına əsasən. Yəni həmən ölkələrə Heydər Əliyev səfər edərkən həmin ölkələrdə özünü bir Azərbaycanlı olaraq eyni zamanda təqdim edirdi. Azərbaycan xalqının adət ənənələrini, milli mənəvi dəyərlərini, Azərbaycanın dilini, mədəniyyətini həmin ölkələrin rəhbərlərinə, xalqlarına təqdim edirdi. Eyni zamanda Rusiya Federasiyasının Moskvada, Rusiyanın ayrı-ayrı şəhərlərində, Bakal, Amur Bakısralında, Oranburg vilayətində, digər respublikaların ərazilərində, yəni Rusiya Federasiyasının, SSRİ'nin digər muxtar respublikalarında, müttəfiq respublikalarında çox böyük işlər görərək həmin xalqların sosial tərəqqisi üçün, inkişafı üçün çox böyük işləri həyata keçirmişdir. Və xüsusi olaraq qeyd eləmək lazımdır ki, Sovet dövlətinin mövcudluğu şəraitində Andropovun hakimiyyətdən gedişindən sonra, yəni onun vəfatından sonra hakimiyyətə Çernenkonun gəlməsi və onun xəstə olması, əslində isə hakimiyyəti erməni pərəst dairələrin əlində Azərbaycana qarşı, Azərbaycan xalqına qarşı oyuncağa çevrilmiş erməni pərəst mövqedə olan Qarbaçov idarə edirdi və nəticə etibarilə Qarbaçovun hakimiyyətə gəlişindən sonra Heydər Əliyevə qarşı qısqanclıq həyata keçirilmişdir. Yəni Çernenkonun, sonra Andropovun vəfatından sonra Heydər Əliyevin dövlət rəhbərliyinin namizədliyi irəli sürülməsinə baxmayaraq, orada şovinist ideyalı şəxslər, Rusiyapərəst dairələr Heydər Əliyevin SSRİ rəhbərliyində olması, eyni zamanda ermənipərəst dairələr. Ən əsası isə Andropova qarşı ermənipərəst qüvvələr səfərbər olmuşdur ki, Heydər Əliyev kimi daxil şəxsiyyət şəxsi büroda təmsil olmuşdur və onların planlarının həyata keçirilməsinə sərsəməz manəti törədəcəkdir. Yəni ki, ermənilər burada xüsusilə qeyd etmək lazımdır ki, hələ 20-ci illərdən başlayaraq 80-ci illərin ortalarına qarşı doğru, 87-ci illərə qədərki dövrdə Qarabağ məsələsinin həll edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirsələr də ona nail ola bilmirdilər. Ona görə də Qarbaçovun hakimiyyətə gəlməsindən məharətlə istifadə edərək Heydər Əliyevin vəzifəsindən kənarlaşdırılması istiqamətində işlər həyata keçirilməyə başlamışdır. Və eyni zamanda müdrik rəhbərimiz Heydər Əliyev Türk dilli xalqların müdafiəçisi olaraq siyasi büroda Türk dilli dövlətlərin rəhbərliyinə rəhbər vəzifəli şəxslərin təyin edilməsi ilə bağlı Qarbaçova qarşı çıxışlar etmişdir. O cümlədən Qazaxıstanda Kunayevin vəzifəsindən kənarlaşdırılması və Kolbinin həmən vəzifəyə təyin edilməsi ilə əlaqədar olaraq Heydər Əliyevin ilk dəfə Qarbaçovla qarşılaşması olmuşdur və eyni zamanda Qarabağ məsələsi ilə bağlı onun arasında qarşıdurma olmuşdur ki, Qarabağın Azərbaycanın tərkib hissəsindən ayrılması, Ermənistana birləşdirilməsi istiqamətində Qarbaçovun planlarını və eyni zamanda Türk dilli xalqlara qarşı Stalinin planlarını Qarbaçov tərəfindən həyata keçirilməsini dərindən bilirdi. Bildiyinə görə də ona qarşı çox ciddi mübarizə aparırdı. Və Qarbaçovun ətrafında olan ermənipərəst qüvvələr, dairələr, ermənilər və eyni zamanda safı özümüzdən olan
baltalar birləşərək Heydər Əliyevin siyasi bürodan kənarlaşdırılması, SSR rəhbərliyindən uzaqlaşdırılması istiqamətində bir sıra tədbirləri həyata keçirmişlər. Yəni burada əsas məqsəd ondan ibarət idi ki, siyasi büroda Heydər Əliyev qədər savadlı, bilikli, istedadlı, Sovet rəhbərliyinə layiq olan ikinci bir şəxs yox idi. Ona görə də Qarbaçov ona qısqanclı yanaşırdı. Və eyni zamanda ermənilərin planlarının həyata keçirilməsinə maneçilik törətməsi əsas faktor olaraq rədd sürülmüşdü. Və bu məqsədlə də ermənilərin planlarını tez bir zamanda Azərbaycanda həyata keçirmək üçün siyasi bürodan 1987-ci ilin 24 oktyabr tarixində Mərkəzi Komitənin plenumunda Heydər Əliyev bütün vəzifələrdən istifaya göndərilib. Və bundan sonra, bu istifadan sonra Heydər Əliyev həyatının siyasi təzyiqlər və mənəvi repressiyalar başlayır. Yəni, xüsusi olaraq bunu qeyd etmək lazımdır ki, bir daha qeyd edirəm ki, Heydər Əliyevin Moskva dövrü, fəaliyyətinin Kreml dövrü çox böyük tarixi əhəmiyyətə malikdir. Yəni, bir Azərbaycanlı olaraq, bir Türk dilli xalqların himayədarı olaraq, böyük tarixi əvəz olunmaz şəxsiyyət olaraq Heydər Əliyev dünya miqyasında daha çox tanınmışdır. Yəni, Heydər Əliyev özü də öz xatirələrində qeyd etmişdir ki, bəzi adamlar deyir ki, mən politbüro olmuşam, siyasi büronuzda olmuşam, bəli olmuşam, mən Azərbaycanı Kremlin şəhərlərinə qaldırmışam. Bəli, bu doğrudan da belədir. Siyasi büronun üzvü olmaq heç bir şəxsə, heç bir müsəlmana nəsib olmamışdır. Yalnız və yalnız Heydər Əliyevə nəsib olmuşdur. Heç bir Azərbaycanlıya nəsib olmamışdır. Yəni, siyasi büronun üzvü olmaq, dünyanın idarə edilməsində iştirak etmək deməkdir. Dünya siyasətini, dünya iqtisadiyyatını, dünyada baş verən hadisələri, dünya xalqlarının mədəniyyətini, xalqlar arası münasibətləri, sonra milli münasibətləri dərindən bilmək deməkdir. Yəni, Heydər Əliyev siyasi büroda olmaqla Azərbaycanı, Azərbaycan xalqını dünya miqyasında tanıtdı. Dünyaya Azərbaycanı təqdim elədi. Yəni, 30-dan çox ölkədə qeyd elədiyimiz kimi Sovet nümayəndə heyəti rəhbərlik etmək nə demək idi ki? Bu, Sovet rəhbərliyində olmasını Heydər Əliyevin bir daha təsdiq edirdi ki, həqiqətən Heydər Əliyev dünya siyasətini həyata keçirən tarixi əvəz olunmaz şəxsiyyətdir. Yəni, dünya siyasətinə təsir göstərmək bacarığına malik olan şəxsiyyət olaraq Heydər Əliyev o dövrdə tanınırdı, qəbul edilirdi. Və bu sonraki dövrdə biz bunun əhəmiyyətini xüsusi olaraq qeyd etmək lazımdır ki, həqiqətən Heydər Əliyev Moskva dövrü Azərbaycanımızın, Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmışdır. Yəni, bütövlükdə Kremldə Sovet xalqlarının, müttəfiq respublikaların fəaliyyəti geniş və əhatəli şəkildə təbliğ olunurdu, araşdırılırdı, öyrənilirdi. Heydər Əliyev də bu istiqamətdə həyata keçirilən işlərə çox böyük həssaslıqla yanaşırdı. Yəni, həmin dövrdə müdrik rəhbərimizin büro, siyasi büroda olmasının müasir dövrümüz üçün çox böyük tarixi əvəz olunmaz yeri vardır. Sonraki dövrdə Heydər Əliyevin 87-ci ilin oktyabrından sonraki dövrdə həyatının ən çətin mərhələsi başlayır. Yəni, siyasi bürodan kənarlaşdırdıqdan sonra Qarbaçovun tapşırığı ilə ermənilərin maraqlarına uyğun olaraq, ermənilərin maraqlarının Azərbaycanda həyata keçirilməsi üçün Heydər Əliyev qarşı kəskin siyasi təzyiqlər, mənəvi repressiya həyata keçirilir. Yəni, Dövlət Təhlükəsizlik Komitəsi
Heydər Əliyevin fəaliyyətini, hərəkətlərini tamamilə nəzarətə almışdı. Yəni Heydər Əliyevə kütləvi informasiya vasitələrində çıxış eləmək, sonra əhaliyə görüşlər aparmaq, söhbət aparmaq tamamilə qadağan edilmişdi. İzolasiya şəraitində saxlanılırdı. Və müdrik rəhbərimizin sefasından sonra akademik Agambekyan Fransanın Humanite qəzetinə müsahibə verərək bildirmişdi ki, deməli, müdrik rəhbərimizin sefasından 2 həftə sonra akademik Agambekyan Fransanın Humanite qəzetinə müsahibə verərək qeyd etmişdir ki, Dağlıq Qarabağ Xütay vilayəti Qarabağçokla razılaşdırılmışdır. Azərbaycandan ayrılaraq Ermənistana birləşdiriləcəkdir. Yəni, belə bir sərsəm yozmalar danışmışdır. Və bundan sonra Azərbaycana qarşı əks tətbiqat işləri, ideoloji müharibələr həyata keçirilmişdir. Yəni, müdrik rəhbərimizin həyatının ən çətin dövründə Azərbaycana qarşı da kəskin münasibət yaranmışdı. Azərbaycana qarşı repressiyalar həyata keçirilmişdi. Azərbaycana qarşı işğal, təcavüz, soyqırımı siyasəti, deportasiya siyasəti geniş miqyas almışdı. Yəni ki, əsasən Heydər Əliyevin siyasi təzyiqlər, mənəvi repressiya şəraitində saxlanmasında əsas məqsəd ondan ibarət idi ki, Qarbaçovun başçılığı ilə, təşkilatçılığı ilə ermənilərin maraqlarının Azərbaycanda həyata keçirilməsinə Heydər Əliyev mane edə bilməsin. Və bu istiqamətdə də işlər apardılar. Və Azərbaycan rəhbərliyinə də tam naşı, qabiliyyətsiz Heydər Əliyev qarşı olan şəxsləri, yəni Əbdurrahman Vəzirovu Pakistandan tapıb gətirdilər. Tamamilə hadisələrdən bixəbər şəxsi. Yəni, əgər Sovet İttifaqının rəhbərliyi istəsəydi ki, Azərbaycanda qarşı durma olmasın, baş verməsin, Azərbaycan torpaqları sıra məruz qalmasın, onda Heydər Əliyevi siyasi təsir altında saxlamazdı və Azərbaycanın naxış şəxsləri hakimiyyətə gətirməzdir. Ancaq ona baxmayaraq, Heydər Əliyevə qarşı siyasi təzyiqlər, mənəvi repressiyanın geniş miqyas almasına baxmayaraq, müdrik rəhbərimiz çox böyük uzaqgörənlik nümayiş etdirərək Azərbaycan xalqı ilə həmişə ən çətin anlarda belə birgə olduğunu tam şəkildə təsdiq etmişdir. Yəni 1990-cı ildə müdrik rəhbərimizin hakimiyyətdə olmadığı illərdə Azərbaycana qarşı soyqırımı siyasəti həyata keçirilmişdir. 20 yanvar soyqırımı hadisəsi baş vermişdir və bu hadisədən sonra, yəni 1990-cı il yanvar ayının 21-də müdrik uzaqgörən siyasi xadim Heydər Əliyev oğlu İlham Əliyevlə və qohum əqrabası ilə birlikdə o zaman Moskvada təhsil alan tələbələrlə birlikdə, Azərbaycanlılarla birlikdə Azərbaycan nümayəndəliyinə gələrək Azərbaycan xalqına başsağlığı vermişdir və eyni zamanda SSR rəhbərliyini kəskin tənqid edərək Azərbaycana qarşı Komünist Partiyasının, Sovet rəhbərliyinin həyata keçirdiyi repressiyanı, sonra soyqırım siyasətini, təcavüzü, işğalı kəskin tənqid edərək onların beynəlxalq məhkəmə qarşısında cavab verməsini tələb etmişdir. Və bununla da, bu çıxışı ilə Heydər Əliyev həyatının ən çətin dövründə müasir Azərbaycan dövlətinin, xarici siyasətinin əsas istiqamətlərindən olan diasporaçılıq, diaspora lobbiçilik fəaliyyətinin əsaslarını qoymuşdur. Yəni ki, hələ Heydər Əliyev 70-ci, 80-ci illərdə bu istiqamətlərdə işlər aparmışdır. Yəni, diaspora hərəkatının, lobbiçilik hərəkatının rüşemlərini qoymuş, əsaslarını qurub yaratmağa başlamışdır. 70-ci, 80-ci illərdə Azərbaycanda təhsil alan tələbələr 3-cü kursdan sonra, o vaxtı inaqarodnu deyirdilər, xaricidə oxuyan tələbələrə göndərilmək məqsədi ilə xarici ölkələrə, SSR-nin ayrı-ayrı respublikalarına təhsil almağa göndərilirdi və o məqsəd daşıyırdı ki, həmin respublikalarda
Azərbaycanlı olaraq Azərbaycanın tanınması, Azərbaycan xalq mədəniyyətinin, mənəviyyatının, milli mənəvi dəyərlərinin həmin ölkələrdə geniş şəkildə təbliğ olunması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması. Bu istiqamətlərdə işlər aparılmışdır. Və Heydər Əliyevin qeyd elədiyimiz kimi 21 yanvar tarixində 90-cı ildə çıxışı da bunun ən yüksək zirvəsi idi ki, həqiqətən həmin tələbələrin, həmin Azərbaycanlıların bir yerdə iştirakı ilə lobbiçilik fəaliyyətinin, lobbiçilik hərəkatının, diaspora hərəkatının əsasları qoymuşdur və ermənilərin diaspora fəaliyyətinə, lobbiçilik fəaliyyətinə qarşı geniş miqyaslı tədbirləri həyata keçirmişdir və Sovet rəhbərliyinin Azərbaycana qarşı həyata keçirdiyi terror, təxribat hadisələrini kəsin sürətdə tənqid etmişdir. Bəli. Buyurun, bəli. Bəli, müəllim. Növbəti fikrinizi tamamladınız. Bəli, yəni ki, müdrik rəhbərimizin həyatının, fəaliyyətinin ən çətin dövrlərində belə öz xalqı ilə həmişə həmrəy olmuşdur. Yəni ki, görürsünüzmü, yanvar faciəsi baş verdi, Heydər Əliyev özünün həyatını təhlükə qarşısında qoydu. SSR Dövlət Təhlükəsizlik Komitəsi onu həmişə izləyirdi. Ancaq ona baxmayaraq, gəlib Moskvada Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirmişdir. Yəni, Azərbaycan xalqının dərdinə şərik olduğunu bildirmişdir. Yəni, bu, heç bir tarixi əvəz olunmaz şəxsiyyətin həyatında bunlar baş verməmişdir. Və sonraki illərdə də mənəvi siyasi təhlükələr, repressiya illərin davamı olaraq 90-cı ilin iyulun 20-sində Bakı şəhərində də ona qarşı SSR rəhbərliyinin göstərişinə əsasən təzyiqlər oldu. Naxçıvana göndərildi. Naxçıvanda da Heydər Əliyevə qarşı yenə təzyiqlər, mənəvi repressiyalar həyata keçirilməyə başladı. Naxçıvanlılarla Heydər Əliyev arasında sürüm yatmağa çalışdılar ki, onun qarşı çıxışlar olsun. Dövlət çevresi cəhdlər baş verdi. 92-ci ilin 24 oktyabrından 25 oktyabra keçən gecəsi ki, yəni xalqla Heydər Əliyev arasında sürüm yaratmaq, onun hakimiyyətə gəlməsinin qarşısının alınması istiqamətində işlər həyata keçirilsin. Yenə də müdrik rəhbərimiz özünün siyasi dünya görüşünün, qabiliyyətinin, təşkilatçılığının, Azərbaycan xalqının, dünya Azərbaycanlılarının, Türk dünyasının ona verdiyi dəstəyin məntiqi nəticəsi olaraq yenə də özünün qrup yaratdığı Azərbaycan Respublikasının qurucusu olaraq dövlət rəhbərliyinə yenidən dəvət almışdır. Yəni, Naxçıvanda olduğu illərdə Azərbaycan rəhbərliyinin, SSR rəhbərliyinin və onun siyasi varisi olan Rusiya Federasiyasının, Yeltsin hökumətinin Heydər Əliyevə qarşı təşkil elədiyi siyasi repressiyaların geniş miqyas aldığı bir şəraitdə dünya ölkələrinin prezidentləri Heydər Əliyevlə həmrəylik nümayiş etdirdi. Məsələn, Amerika Birləşmiş Ştatlarının prezidenti, Fransanın, sonra İranın, Türkiyənin, Pakistanın prezidentləri Heydər Əliyevlə həmişə həmrəy olduğunu nümayiş etdirmişlər və onu öz ölkələrinə dəvət etmişlər. Yəni, onlar Heydər Əliyevin dünya miqyaslı siyasi xadim olaraq onun siyasətinə, şəxsiyyətinə yüksək qiymət verirdilər, dəyər verirdilər ki, həqiqətən Heydər Əliyev Sovet dövründə Komünist Partiyasının sıradan çıxarılmasında, yeni bir demokratik cəmiyyətin qurulmasında, müstəqil dövlətlərin formalaşdırılmasında xüsusi xidmətləri vardır, rolu vardır. Yəni, Heydər Əliyev dünyanı idarə etmə qabiliyyətinə malik olan tarixi şəxsiyyət olduğuna görə dünyanın siyasi liderləri, rəhbərləri Heydər Əliyevə məktublar göndərirdilər, onu öz ölkələrinə dəvət edirdilər və bildirirdilər ki, həqiqətən siz Azərbaycana rəhbərlik etməlisiniz və Azərbaycan xalqını işıqlı, nurlu gələcəyə doğru, demokratik cəmiyyət yaradılmasına doğru aparmalısınız ki, və biz də Azərbaycanla həmişə dostluq, qardaşlıq, həmrəylik nümayiş etdirək. Və bunların hər biri Heydər Əliyevin həyatının, fəaliyyətinin siyasi təzyiqlər
mənəvi repressiya illərində baş vermişdir. Yəni dünya dövlətlərinin, xalqlarının tarixinə nəzər yetirsək, heç bir tarixi şəxsiyyətdə Heydər Əliyevdə olan siyasi dünyagörüş, qabiliyyət, bacarıq və eyni zamanda onun hakimiyyətə gəlməsi, hakimiyyətdən getməsi, xalq tərəfindən dəstəklənməsi, yenidən hakimiyyətə dəvət olunması hadisələri baş verməmişdir. Yəni ki, qurtuluş dahisi olaraq tariximizə daxil olmuş Heydər Əliyev həyatının, fəaliyyətinin hər bir dövründə müasir Azərbaycanın tərəqqisinə çalışmış, Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində bütün siyasi xəttini həyata keçirmişdir, səfərbər etmişdir və özünün siyasi varisi olaraq müdrik rəhbərimiz Heydər Əliyev siyasətinin ən layiq davamçısı, dünya miqyaslı siyasi xadim, dünyanı idarə etmə qabiliyyətinə malik olan 21-ci əsr tariximizdə yeni bir Azərbaycan yaradaraq dünyaya təqdim etmiş, xalqımızın qurtuluş dahisi olaraq, xaskari olaraq tariximizə daxil olmuş İlham Əliyev kimi tarixi şəxsiyyəti yetişdirərək xalqımıza bəxş etmişdir. Və bununla da Azərbaycan Respublikası, Azərbaycanın bugünkü inkişafının əsaslarını xüsusi olaraq qeyd eləmək lazımdır ki, hələ 50-ci illərdən başlayaraq qurmağa başlamışdır və biz bugün Heydər Əliyevin hər bir istiqamətdə fəaliyyətinin nəticələrini, bəhrələrini yüksək səviyyədə görürük və qiymətləndiririk, dəyərləndiririk. Növbəti sualımız var mənimlə. Bəli, müəllim. Növbəti sual ümumiyyətcə bu aralar xarici blogerlərin aktivləşməsindən bağlıdır. Bəli, bəli. Onunla dəfələrlə çıxışlar edirsiniz və onların hansı ki şantaj xarakterli çıxışlarını tənqid edirsiniz və bir maraqlısı budur ki, ümumiyyətcə nəinki Tovuz rayonunda, Azərbaycanda yalnız sizsiniz xarici blogerləri ilə tənqid edən, sərt şəkildə onların iç yüzünü açıb, onların bəzi məsələləri, hansı ki qərəzli məsələləri işıqlandıran. Buyurun, fikirlərinizi deyin. Bu sizdə nədən irəli gəlir? Bax, bu nədən bilirsizmi, bunu mənə heç kəs göstəriş verməyib, tapşırmır ki, gel sən bu blogerləri tənqid elə, ya onlar haqqında çıxış elə. Yəni, dünyada ən sivil qanunları, demokratik prinsipləri özündə əks etdirən Azərbaycan Respublikası Konstitusiyasının 54-cü maddəsində qeyd olunmuşdur ki, cəmiyyətin, dövlətin siyasi həyatında maneəsiz iştirak etmək Azərbaycan Respublikası vətəndaşlarının borcudur, hüququdur. Yəni ki, dövlət çevrilişinə cəhdə qarşı, qiyama qarşı müstəqil müqavimət göstərmək Azərbaycan Respublikası vətəndaşlarının hər bir vətəndaşının hüququdur. Sonra 72-ci maddədə də göstərilir ki, yəni Konstitusiyada bizə hüquqlar verilib. Dövlət bizim hüquqlarımızı qoruyub, müdafiə edilir. Ancaq bununla yanaşı hər bir vətəndaşın özünün dövlət qarşısında, cəmiyyət qarşısında borcu var. Yəni bizim hər birimizin hüquq və azadlıqlarımızdan irəli gələn bilavasitə vəzifələrimiz var. Məsələn, 76-cı maddədə də göstərilir ki, vətəni müdafiə eləmək hər bir vətəndaşın müqəddəs borcudur. Yəni, konstitusiyon hüquqlarımızdan, konstitusiyamızla qarşımıza qoyulmuş vəzifələri hər bir vətəndaş yerinə yetirməlidir. Necə ki, vətənin müdafiəsinə yönəldilirik, gedirik, hərbi xidmətimizi icra edirik, yerinə yetirib başa vurub gəlirik və ideoloji sahədə, siyasi sahədə Azərbaycan Respublikasına qarşı, qiyama dövlət çevrilişinə qarşı müstəqil müqavimət göstərdiyimiz kimi Azərbaycan dövlətçiliyinə qarşı, Azərbaycan Respublikasına qarşı, Azərbaycan Respublikasının prezidentinə qarşı,
Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarına qarşı, Azərbaycan xalqına qarşı xarici ölkələrdə oturub Azərbaycanın bu gününü, gələcəyini həzm edə bilməyən qüvvələrin əlində onçağa çevrilmiş. Yəni Azərbaycanın müasir dövrümüzdə 21-ci əsr tariximizdə yeni bir mərhələyə qədəm qoyması, özünün ərazi bütövlüyünü təmin etməsi, dünya miqyasının layiq olduğu yerdə dayanması, iqtisadi, sosial məsələləri həyata keçirilməsi, dövlətlər arası münasibətlər yüksək səviyyədə tənzimlənməsi, ölkəmizdə insan hüquq və azadlıqları yüksək səviyyədə qorunması, yəni Azərbaycan prezidentinin həyata keçirdiyi uğurlu məqsəd yönlü düşünülmüş daxili və xarici siyasətinin məntiqi nəticəsi olaraq və bu siyasətə Azərbaycan xalqının verdiyi dəstəyin nəticəsi olaraq ölkəmizdə formalaşmış ictimai-siyasi sabitliyimizin pozulması istiqamətində və eyni zamanda Azərbaycan xalqında digər şəxslərdə əks fikirlər formalaşdırılması istiqamətində Qarahəmə kampaniyası aparılmasına qarşı çıxışlar etmək hər birimizin vəzifəmizdir. Çünki bu vəzifələri bizim qarşımıza Azərbaycan Respublikasının konstitusiyası qoymuşdur. Yəni qeyd etdiyim kimi, sizin sualın cavabı olaraq qeyd edirəm ki, bu mənim konstitusiya hüququmdur, vəzifəmdir. Yəni qeyd etdiyim kimi 54-cü maddədə qeyd olunur. Qiyama dövlət çevrilişi cəhddə. Yəni mən özüm də belə fikirləşirəm ki, həmişə deyirəm ki, konstitusiyamızda bu cümlədə qeyd olunmalı idi ki, orada siyasi təxribatlara, mənəvi siyasi terrora qarşı ciddi çıxışlar etmək, mübarizə aparmaq hər bir vətəndaşın hüququdur, vəzifəsidir, borcudur. Mən də bu borcumu şərəflə, vicdanla yerinə yetirirəm. Müdrik rəhbərimizin siyasətinin təbliğatçısı olaraq bu siyasətə qarşı çıxış edən, Qarahəmə kampaniyası aparan, bloger donu giyinərək vətən xainlərinə qarşı, anti-Azərbaycan mövqeyində olan şəxslərə qarşı damarlarından erməni qanaxan, ermənilərin maraqlarına uyğun siyasi xəttə keçirən şəxslərin kəskin tənqid edilməsi istiqamət. Eyni zamanda tovuzlu olan şəxslərin, məsələn, Mehmanın, Eminin, sonra Qabilin, sonra Qazax rayonundan olan Elşadın, sonra o Məhəmməd Mirzəlinin, nə bilim mən obrislərin, sonra Orduxanın, digərlərinin. Yəni onlar hər biri bütün məsələləri ermənilərin maraqlarına, ermənipərəst ailələrin, bəzi Avropa ölkələrinin, Avropada formalaşmış ictimai siyasi təşkilatların maraqlarına uyğun qururlar. Yəni onlar bütün günü təxribatlarla, siyasi, mənəvi terrorla, terror virusunu, siyasi, mənəvi terror virusunu yaymaqla məşğul olurlar. Yəni bunlar özləri bir virusdular, bir xəstəlikdilər. Sonra bunlar bir mikrobdular, düşüblər ortalığa, bunları qabağa verməklə. Yəni bunların nə siyasi təfəkkürü var, nə siyasi günə görüşü var, nə fəlsəfi baxışları var. Yəni bunların bircə vəzifəsi, məqsədi var ki, Azərbaycana qarşı Qarahəmə kampaniyası həyata keçirmək, söyüş söymək, təhqir yağdırmaq. Bu anlaqsız ruhi xəstələrə məxsus olan cəhətlərdir. Yəni Qabildir, Mehmandır, Emindir. Bunların hər biri anlaqsız ruh xəstələrdir. Məsəl üçün, keçən çıxışımda da qeyd elədim, Məştaqa qəsəbəsində var, Qazaxda var, ruhi əsəb dispanseri var, xəstəxanası var. Anlaqsız xəstələr üçün xüsusi yerlər var. Məsələn üçün, Qabili, Emini, Mehmanı xüsusi rejimli xəstəxanalara gətirmək lazımdır. Yəni onlar orada anlaqsız ruh xəstələr sırasında müalicə qəbul etmək lazımdır, onları müalicə etmək lazımdır. Onların şuurunda, düşüncələrində, baxışlarında, dünya görüşlərində siyasi dezinfeksiya işləri aparmaq lazımdır. Onların beyinləri yuyulmalıdır. Onlar Azərbaycana gətirilərək xalq qarşısında cavab verməlidirlər. Azərbaycan dövlətçiliyinə qarşı, Azərbaycanın milli maraqlarına qarşı çıxışlar edirlər. Yəni ki, bu kütləvi xarakter almalıdır. Bəzi şəxslər deyirlər ki, fikirləşirlər ki,
birdən mən çıxış edərəm, Qabil kəskin tənqid edərəm, mənə söyər. Kim Azərbaycan Respublikasının prezidentindən, onun ailə üzvlərindən, Daxili Nazirimizdən, Baş prokurorumuzdan, Təhlükəsizlik Xidmətinin rəisindən, digər nazirlərimizdən, dövlət və hakimiyyət orqanı rəhbərlərindən artıqdır. Düzdür, hər bir şəxsin şəxsiyyəti öz üçün əzizdir. Yəni ki, prezidentə qarşı bu cür təhqirlər yağdırmaq hər bir Azərbaycan xalqına qarşı, hər bir Azərbaycan vətəndaşına qarşı yağdırılmalıdır. Yəni Azərbaycan prezidenti Azərbaycan xalqını və dövlətini təmsil edir. Bunu xalq seçir, dövlət rəhbərliyinə gətirib. Yəni Azərbaycanı dünya miqyasında ən qüdrətli dövlətə çevirmişdir. Ona görə də bunlar qara yaxma kampaniyası aparırlar. Biz Mehmanın, Eminin, sonra o Qabilin, digərlərinin cəzalandırılmasını, Azərbaycana gətirilməsini tələb edirik. Yəni, düşmən dövlətlərin maraqlarına uyğun hərəkət edir. Həmin dövlətlər Azərbaycana ikili mövqedə yanaşırlar. Bəli, müəllim, bağışlayın. Onların fikirləri nə dərəcədə əhəmiyyətli və dəqiq qəbul olunur? Heç bir onların fikirləri dəqiq qəbul olunmur. Heç bir əhəmiyyət kəsb eləmir. Atalar deyir, milçək bir şey deyil. Rəhbulandırır. Biz ancaq ona baxmayaraq, biz onları tənqid eləməliyik, ona münasibətimizi bildirməliyik. Düzdür, onlar nə qədər, o atalar deyir, itürər, karvan keçər. Hel qayadan heç nə qopara bilməz. Mən o dumanlı hava olanda, çiskinli hava olanda, gedirəm dağlara, qar yağanda baxıram. Deyirəm, belə baxırım, sonra qar əriyəndə, duman çəkiləndə də baxıram. Deyirəm, görüm, bu dağlardan duman nəsə qoparda bilərmi? Heç bir şey. Dağ nə tərəd eləcək durur yerində. Bəli. Ona görə də bunların dediklərinin heç bir əhəmiyyəti yoxdur. Bir də bağışlayın. Əsas maraqlı olan bilirsiniz nədir? Bəli. Qabil də Tovuzdandı. Bəli, Emin və qardaşı Mehman da Tovuzdandı. Bəli, Əsiri kəndindəndir. Bəli, bu da Qazquldandır. Atasının səsi var idi. İcazənizlə mən onu təqdim edə bilərəm. Buyurun. Bax, burada bunun səsinə biraz kömək edin. Vaxtlarda buyur. pis xəzən gəlir bizə. Sən bilirsən ki, bizim şəraitimizi dolandın, İlham Əliyev. Sən bilirsən ki, yollarımız asfaltdır. Hər suyumuz, işığımız, qazımız, hər yer düzəlir. Ancaq sən olmayan şeyləri də çıxardırsan, kampaniya yürürsən orada. Lazım deyil belə şeylər, bırak belə şeyləri.Əni böyütmüşük ki, bizim arkamızda duracaq, kömək edəsən. Böyütməmişik ki, gedən karıştırır. Aha. Bəli, ben bunu efir saxlamışam. Böyütməmişik ki, gedən karıştırır, bizim devletimizi pisləyəsən, ordumuzu pisləyəsən. Mən nə yanımda istəyəm, bundan belə 5 gün yaşamayam, amma devletimiz gözəl devletdir, onun əleyhinə qətiyyən danışma. My money don't jiggle jiggle, it folds, I like to see you wiggle wiggle, push. Yəni mən bunları fakt üçün saxlamışam özümdə. Gətirmişəm, bu atasının fikri, düzdürmü? Bu adam atasının fikirlərinə məhəl qoymur. Gör, nə qədər bu azğınlaşıb, bunun beyni başı pozulur, o qədər erməniləşib, bu ermənilərin maraqlarına uyğun köhlənib ki, bu, o aşıq hansı habi ifa eləyəndə, sonra hansı dastanı danışanda buna uyğun sazı köhlüyür. Bunlar da, Mehman da, Emin də, nə bilim, bu Qabil də, Elşad da, Məhəmməd Mizəllər də hamısı ermənilərin maraqlarına köhlənir. O xarici ölkələrin maraqlarına, o bəzi təşkilatların, nə bilim, o Danimarka deyirlər, nə bilim, İsveçrə deyirlər, nə deyirlər, Belçika deyirlər, Niderland deyirlər. Orada onların parlamentləri görürsə Azərbaycanın haqqında nələr danışırlar. Ermənilərin maraqlarına uyğun danışırlar. Bax, bunlar da onlara xidmət edir. Yoxsa onlar, bu, nədir bu, Qabil, Mehman, Emin, onların əleyhinə bizə cümlə işlətsə, onları bir gecənin içində asarlar. Həmin ölkələrdə, Almaniyada da, Fransada da, Niderlandda da, Belçikada da.
Mən dəqiqliyə deyirəm, bəli. Bəs necə düşünürsünüz müəllim? Bunlarda əsas məqsəd nədir? Bax bu cür Məqsəd Azərbaycana qarşı qaraxma kampaniyası aparırlar. Azərbaycanın bu gününü onlar qəbul edə bilmirlər. Çünki məsələn, mən özümdən götürüm də, deməyim bağışlı, deməyim yaxşı çıxmır. Burada çıxış edirəm, bəzi idarələr narahat olur. Deyir, Dəmir çıxır orada 2 saat danışır, dövlət siyasət təbliğ edir, dövlət orqanları, xalq orqanları, prezident administrasiyası, nazirliklər Dəmirin bu çıxışına dəstək verir. Nə etmək lazımdır? Dəmir gözünə salmaq lazımdır. Tez onu bunu öyrədirlər, bu da yazdırırlar. Özü vəzifəli şəxslərdir. Bunun hamısını bilirəm. Tası buradan adlarını çəkmirəm. Şimdi məktəb rəhbərləri də var. İcra hakimiyyətində rəhbər vəzifəli şəxslərdən var. Yəni onlar ayrı şəxslər var. Yəni qabil kimi ona bənzər şəxsləri, bəzi şəxsləri deyirəm daha doğrusu. Azərbaycan xalqı müdrik xalqdır. Mən xalq adından danışmaq səlahiyyətim yoxdur. Yəni seçkili orqan nümayəndəsi deyiləm. Mən təbliğat vasitəsinin nümayəndəsiyəm. Müdrik rəhbərimizin təbliği ilə məşğul olur. O məqsəd üçün də mən Heydər Əliyev akademiyasını açmışam. Yəni burada mənim ayrı məqsədim yoxdur. Bir, yalnız və yalnız dövlət maraqlarının müdafiə olunması, dövlətçilimizin qorunub möhkəmləndirilməsi. Yəni ki, müdrik rəhbərimizin siyasətinin ən layiq davamçısı 21-ci əsr tariximizə qurtuluş dahisi xilaskar olaraq daxil olmuş, dünyanı idarə etmə qabiliyyətinə malik olan, dünyada qəbul edilən, məsləhətlərini dinlənilən və onun siyasətindən istifadə olunan cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsində əldə olunmuş ictimai siyasi sabitliyimizin qorunub möhkəmləndirilməsi istiqamətində Azərbaycanımızın hüquq mühafizə orqanları gecə-gündüz çox böyük vətənpərvərlik nümayiş etdirərək daha da qorunub möhkəmləndirilməsi, Respublikamızda insan hüquq azadlıqlarının qorunub möhkəmləndirilməsi istiqamətində yüksək səviyyədə tədbirlər həyata keçirirlər və bununla yanaşı olaraq hər bir vətəndaş da Azərbaycan prezidentinin siyasətinə dəstək verərək, hüquq mühafizə orqanlarının həyata keçirdikləri tədbirlərə dəstək ifadə edərək, bu cür şəxslərə qarşı kəskin çıxışlar etməlidir, onları tənqid eləməlidir. Onların mövqeyini kəskin münasibət bildirməlidirlər, onları rədd eləməlidir. Nəinki biz burada gəlib onu tənqid edirik, onun çıxışlarını rədd edirik, onun Azərbaycana gətirilərək həbs edilməsini tələb edirik. Bunlar da ayrı şəxsləri öyrədirlər. Məsələn, Mehman Emin, sonra Qabil, bunun qohumları vəzifədədir. Keçən çıxışlarımda qeyd eləmişəm. Məsələn, Əsrik kəndindəndir. Əsrik kəndində bunların qohumları var, vəzifələrdə işləyirlər. Heç biri səsini çıxarmır, niyə çıxarmır? Bunlar səslərini çıxarmalıdırlar. Deməlidirlər, necə ki atası, gördünüz atasını, bax mən fakt gətirdim, atasının fikrini buradan efirdən səsləndirdim. Bax şimdi icra hakimiyyəti başçısının birinci müavini var, Rəşad Zeynalov, o nə görə səsini çıxarmır? Həmşahıdırlar, atasından həmşahıdırlar, sonra mərhumə həyat yoldaşının doğma həmşahlarıdırlar. Həmişə bir yerdə olublar, onlardan bəhrələniblər. Və bugün də hesab edirəm ki, bəhrələnirlər. Susmaq razılıq əlamətidir. Yaxşı, vəzifəli şəxslər səslərini çıxarmırlar. Niyə çıxarmırlar? Bir mənim üzərimə düşməyib ki bu. Yəni mən burada gəlib bunları tənqid edirəm, dövlətin siyasətini təbliğ edirəm. Onlar da mənə qarşı hücum edirlər. Onu bunu öyrədib deyirlər, belə yaz, belə de, belə elə, dəmir qor çıxmasın oraya, onun sözü keçməsin. Bir növ dolayısıyla burada Mehmana, Eminə, sonra Qabilə, nə bilim kimlərə dəstək ifadə olunur. Ona görə də onların çıxışları, fikirləri, urğu xəstələri fikirləridir. Yəni sözü kim deyir? Qabil deyir. Emin deyir. Məsələn, Mehman deyir. Kimdir bunlar? Bir yararsız kadrlar. Məsələn üçün, kənd təsərrüfatında biz bitkiçilikdə, heyvandarlıqda o yabancı ünsürlərə qarşı mübarizə aparırıq. Cəmiyyətdə də bu cür siyasi yabancı ünsürlərə qarşı mübarizə aparmalıyıq. Yəni onları tam zərərsizləşdirməliyik. Məsəl üçün, kartof əkinində, digər məhsulların yetişdirilməsində kimyavi preparatlardan istifadə edirik
Və burada da biz siyasi kimyəvi preparatlardan istifadə eləməliyik, onları tamamilə rədd eləməliyik, məhv eləməliyik. Siyasi kəşişçiləri, gəmriciləri, həşarətləri tamamilə məhv eləməliyik. Bu istiqamətdə biz işlər aparmalıyıq. Hər bir şəxs səfərbər olmalı. Düzdür, Azərbaycan xalqı, Azərbaycan dövlətinə, Azərbaycan prezidentinin siyasətinə yüksək səviyyədə dəstəyini ifadə edir. Belə şəxslərə dəstək verən hesab edirəm ki, güclü halda ola bilər. O da onun yaxınları, onun kimi, onun düşüncədə olan, onun qabiliyyətdə olan şəxslərdir. Yəni 5 nəfər, 3 nəfər olmaqla bu burada neynə? Gəl özünü musiqat kimi aparır, gəl müğənnilik eləyir, gəl mollalıq eləyir, gəl deyir ki, mən liderəm, gəl deyir mən prezidentəm, gəl deyir mən kiməm. Sən kimsən kim yabancı ünsür oradan o deyir qarqara eti kimi o tərəfə mırıldıysan, qaçıb bu tərəfə mırıldıysan, əlimə heç də keçmir. Yəni sizin hər biriniz ay qabillə Mehman Emin qardaşları Azərbaycana gətirilməlisiniz. Siz həbs olunmalısınız, cəzalandırılmalısınız. Siz utanmırsınız, qızarmırsınız, xəcalət çəkmirsiniz ki, qadınlarımız haqqında, gəlinlərimiz haqqında o cür ifadələr işlədirsiniz. Deməli, sizin ailənizdə bu cür mühit formalaşıbdır. Siz ailədə də beləsiniz, evdə də beləsiniz. Siz uşaqlarınızın yanında da söyüşdür. Siz danışıqlarınıza sizin qızlarınız qulaq asır, oğullarınız qulaq asır, gəlinləriniz, mənim xalan qızı, əmin qızı, dayın qızı və s. Yəni onda demək olar ki, sizin hamınız beləsiniz də. Siz öz adreslərinizi, öz ünvanlarınızı başqasının adına, ünvanına yazmayın. Siz özünüz beləsiniz, ona görə də başqasını deyirsiniz. Və mən nə demirəm? Niyə kimsə demir? Bu sizlər nə demir? Yalnız siz deyirsiniz. Nəyə görə? Burada məsələləri qabardırsınız, montaj edirsiniz. Buradan filan kəs belə keçdi, filan kəs elə keçdi. Siz, cənab prezident, ailə modelini dünyaya təqdim edib. Trump kimi, Amerika Birləşmiş Ştatları kimi dövlətin prezidenti ailə modelini, Amerikada Azərbaycan modelini, cənab prezident tərəfi təqdim olunan modeli qəbul edib və Amerikada təbliğ edən zamanda Serbiyada, digər ölkələrdə, elə çox ki, düşmən ölkələrdə deyək ki, Azərbaycana qarşı kül mövqedə olan ölkələrdə, Fransada deyək, Almaniyanın özündə, Böyük Britaniyada, bütün Avro-Asiya məkanında bütün hamı Azərbaycan deyib, Azərbaycan eşidir. Siz də gəlib burada ağzınıza gələn danışırsınız. Yəni ki, anlaqsız fikirlər ifadə edirsiniz. Biz bunlara bir daha kəskin etirazımızı bildiririk. Bu şəxslərin hər bir vətən xainidir, satqındılar, Azərbaycan xalqına qarşı yabancı üsurədilər. Ona görə də Azərbaycan dövlətçiliyinə qarşı, milli maraqlarımıza qarşı, Azərbaycan xalqının hər bir maraqlara qarşı çox kəskin sürətdə çıxışlar edirlər, ifadələr işlədirlər. Bunlar yalnız və yalnız düşmən dövlətlərin maraqlarına xidmət edən şəxslərdir. Biz onları tamamilə rədd edirik, qəbul etmirik və əminəm ki, necə ki, Qarabağ bölgəsində Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tamamilə təmin edildikdən sonra separatçı üsurlər, qüvvələr, ayrı şəxslər Azərbaycana həbs edilərək Azərbaycana gətirildi, məhkəmə qarşı çıxarıldı və layiq olduğu cəzalarını aldılar. Qabillər, mehmanlar, eminlər də tez bir zamanda Azərbaycana gətirilərək layiq olduqları cəzalarını tezliklə alacaqlar və haqq, ədalət öz yerini bir daha tapacaqdır ki, Azərbaycana qarşı, Azərbaycan xalqına qarşı, Azərbaycanın əldə etdiyi uğurlara qarşı qarayaxma kampaniyası aparan şəxslər cəzasız qalmırlar. Biz bir daha qeyd edirəm ki, necə ki, ön cəbhədə əskərlərimiz əllərində silah, sursatla bir yerdə, postlarda dayanıblar mövqelərində, biz də öz mövqeyimizdə möhkəm dayanaraq Azərbaycanın milli maraqlarının, dövlətçilimizin daha da möhkəmləndirilməsində fəal iştirak etməliyik. İdeoloji, siyasi
mübarizədə, müharibədə fəallıq nümayiş etdirməliyik. Bəli müəllim. Bağışlayın. Olur sizin dəfələrlə çıxışlarınız olurdu Bəli, Parisdəki blogerlərlə qarşı. Onların sizə reaksiyaları olurdu. Çox sərt tənqidi fikirlər səsləndirirlər. Bəli, bəli. Olurdu, təhqir də edirdilər. Mən belə baxıram ki, bu fikirləriniz onlar üçün hardasa da və yaxud da onları ya sıxıntıya salır, ya da hansısa onların auditoriyalarına ciddi təzyiq göstərir və yaxud da onların fikirlərinin dəyişilməyində fikirləriniz köməkdarlıq edir. Bəli. Bunu necə şərh bildirərsiniz? Necə mən dediyim fikirlər uyğundurmu həmən? Bəli, biz onları ardıcıl olaraq kəskin sürətdə Azərbaycan Respublikasının konstitusiyasının, Azərbaycan qanunvericiliyinə uyğun olaraq kəskin şəkildə tənqid etdikdən sonra, onlara tənqidi münasibətimizi bildirdikdən sonra onlarda Bəli, hətta bir bağışlayın qədər- fikrinizi unutmayın. Bəli, hətta Qabil dəfələrlə izləyicilərinə deyirdi ki, Şimşək TV-də Dəmir Qurbanlı çıxış edəndə onu boykot edin, söyün. mən nə adla mənə boykot edəcək? 100 dəfə söysünlər ha. Kim bilirsizmi? O kim nə eləsin öz qabiliyyətinə uyğun sözlər danışır. O söymək onların təbiətinə məxsusdur. Bizim təbiətimizə məxsus deyil. Biz heç kəsə nə təhqir eləsi deyil, nə üzr istəyirəm, bağışlayın, söyəsi deyilik. Biz qabiliyyət səviyyəsinə düşsək, onda biz də qabiliyyik də onda. Belə çıxır. Onda nə cür biz mübarizə aparırıq? Biz onları tamamilə zərərsizləşdirməliyik. Yəni mən qeyd elədim. Kənd təsərrüfatında kimyəvi preparatlardan istifadə edirik. Zərərvericilərə qarşı ideoloji siyasi mübarizədə bu cür təxribatlara qarşı, xainlərə qarşı, vətən xainlərinə qarşı, satqınlara qarşı Azərbaycanlı olaraq, Azərbaycan adı altında erməni pərəst mövqedə olaraq Azərbaycana qarşı qarayaxma kampaniyası aparan Azərbaycan rəhbərliyinə qarşı, Azərbaycanın dövlət rəhbərlərinə qarşı, hüquq mühafizə orqanlarına qarşı bu cür hərəkətlər edən qabillərə, mehmanlara, eminlərə bizim aramızda yer yoxdur. Onlar qadın paltarı girib qaçanlar, onlarda kişilik, qiriyyət deyən şey yoxdur. Tamamilə sıfır enmişdir. Nə qabilindən, nə eminindən, nə mehmanında. Haram olsun onlara Azərbaycanlı adı. Biz onlara bir gündən sonra Azərbaycanlı adı demərik. Tovuzlu adı deməlik. Onların qohumlarına haram olsun ki, onlara cavab vermirlər. Atasını çıxma şərtindən. Hələ vəzifələrdə oturublar. Bulana maşında Pronkalif kişinin oğlu birinci mavindir. Belə gedir şeşələnə. Böyük bir təmtaraqla da hələ məclislər qurur, toy qurur, nə eləyir. Kişinin oğlu böyük bir şəxsiyyətdir güya ki. Yəni ki, bu adam heç hərbi xidmətdə də olmayan şəxs olub. Gəlib oturub, bu qohumu da bu cür hərəkətlər edir. Bunu vəzifədə saxlayan adamların özü məsuliyyət daşıyır ki, Mehman Hüseynovun, Emin Hüseynovun qohumlarını vəzifədə nə cür saxlayırlar? Necə bunları vəzifələrə əl çəkirlər? Biz burada çıxışlar eləyirik, təbliğat eləyirik, daha da onları üst başa keçirirlər. Bu nə deməkdir? Yəni bunlara dəstək verirlər ki, Mehman Emin birdən mən bunu üstdən çıxardaram, mənim haqqımda danışar. Bu danışsın da nə qədər danışır? Prezidentin haqqında danışır. Sən nə gizlənirsən? Prezidentin sərəncamından gəlmişsiniz siz burada. Bunu cavab verməlisiniz. Dövlətə, xalqa xidmət eləməlisiniz. Milli maraqlarımıza xidmət eləməlisiniz. Dövlətçiliyimizin daha da qorunun möhkəmləndirilməsinə hər bir vətəndaş xidmət eləməlidir, rəhbər vəzifəli şəxs. Diyor ki, bizdə işləyirsiniz, işləyin, Allah xeyir versin. Özünüz üçün biznes kurursunuz, ne iş görürsünüz, yaxşı eləyirsiniz. Yer yurdu satırsınız, ne eləyirsiniz. Ancaq bu cür satqınlara qarşı çox ciddi mübarizə aparmalısınız. Aparılmır. Yəni mən onu demək istəyirəm ki, müəllim. Buyurun. Tovuz rayonunda mən çıxışlar eləyirəm. Tovuz rayonunun ərazisindən daha doğrusu. Heç bir